Avtomobil pirboyu işləyir. Kollektorun praqlatkasından tutmuş bakın abraqlı klapanına qədər dəyişirilir. Amma problem aradan qalxmıyor. Mən ölüm bu Chevroletdə mən deyəndə ki yenilik qurtarmır. Mən bu sözümə görə gülürsünüz. Görün maşın hardan hava çəkir. Baba bilmirəm götürə biləcəm, götürə bilməyəcəm. Bax burada silivnoy boru var. Bilmirəm indi görürsünüz, görmürsünüz. Bu silivnoy boru kırıldığı için ben özüm ölüm bu kadar usta hayatımda ilk defa da görürüm ki yani buradan hava çeşme var. Bir tane zahmet olmasa böyle de göstereyim. Al bura. Götür monitörü. Böyle görmeye olacak olmayacak. Baba. Bak görürsünüz hardan hava çəkir. Baba, silivnoy borunun alt nahiyəsindən. Bax, diqqətlə fikir verin, bax, buradan tüstü verir. Baba, baxın. Mənim götürmək olmur. Ona görə də maşınlar ancaq səhər-səhər soyuq vəziyyətdə xodlananda pirboy işləyir. Bu maşınların səhər-səhər xodlayanda pirboy işləmə barəsində videosunun ilk çəkilişim mənim olub adası 2 il bundan öncə. Və gördüm ki, bu problemlə konkret olaraq ham əziyyət çəkir. Əlin ekranda deyil ki. Və bu problemə görə gördüm ki, ham əziyyət çəkir. Konkret olaraq məndən sonra bütün ustalar bu barədə təşkil edir ki, səhər-səhər maşın xodlarını pirboy işləyir. Kollektorun praqlatkasını dəyişməklə qardaş iş getmir. Söhbət problemi həll eləməkdən gedirsə, işin prinsipi ilə davam etmək lazımdır. İndi düzdür, siz ancaq əzbərə işləyirsiniz, amma bacarın əzbərə işləməyin. Yəni bu cür problemləri basın, çəkin, tapın, çıxardın ortaya, paylaşın. Mən də deyim ki, bir cür sənət yoldaşlarımız var. Sənət yoldaşlarımız var, söhbəti yoxdur, amma bəzilərinin çıxmaq şərti ilə. Öpürəm, özünüzdən müğayət olun, qardaşın problemi həll olunub və silivi də təzə dəyişibdir, səhv eləmirəmsə. Qısa bir müddət ərzində orijinalını qoyacaq. Keyfiyyətsizini qoyub, buna görə də ikinci dəfə qardaş xətt çəkildi. Nəinki ikinci dəfə, qardaş 2 həftədir ki, bu problemə görə qalıb ustalarda. Bağlı.